Kufə və Qum qeybət dövrü başladıqdan, yəni imamlar silsiləsi kəsildikdən sonra şiəliyin formalaşdığı və inkişaf etdiyi mərkəzlərin içərisindən xüsusilə ikisi seçilir: Kufə və Qum. Kufə məktəbi şübhəsiz ki, şiəliyin bir cərəyan, bir etiqad məktəbi olaraq formalaşdığı ilk və ən qədim mərkəzdir. Qum şəhəri isə Kufədən Yəmən əsilli Əşəri qəbiləsinin bir hissəsinin oraya köçməsi ilə tədricən şiəliyin ikinci böyük mərkəzinə çevrilmişdir. Qum şəhərində şiəliyin tarixçəsi Hicri 1-ci əsrin son rübünə təxminən 83-cü ilə təsadüf edir. Bu dövrdə İraqda Əməvi valisi Həccac İbni Yusufa qarşı qaldırılan böyük üsyan məğlubiyyətlə nəticələnir. Üsyanda iştirak edən Yəmənli Əşəri qəbiləsinin bəzi üzvləri Həccacın zülmündən qaçaraq o dövrdə hələ tam formalaşmamış bir neçə kənddən ibarət olan Qum bölgəsinə sığınırlar. Onlar zamanla yerli əhalini sıxışdıraraq bölgəyə hakim olurlar və Kufədən öz qohumlarını da yanlarına dəvət edirlər. Mənbəylər bizə deyir ki, şiəliyi Qum şəhərində ilk yayan şəxs məhz Kufədə böyümüş və şiə təlimlərini mənimsəmiş olan Musa bin Abdullah Əl-Əş'ari olub. O, özü ilə birlikdə Kufə məktəbinin ilkin şiə təsəvvürlərini də bu yeni şəhərə gətirmişdi. Zamanla onun ailəsi və nəsli, xüsusilə də sonradan şəhərin şeyxi və fəqihi olacaq nəvəsi Əhməd bin Muhammed bin İsa Əl-Əş'ari Qum şəhərini şiəliyin ən mühüm elmi mərkəzlərindən birinə çevirdilər. Lakin Qum məktəbi formalaşdıqca onunla şiəliyin ilk beşiyi olan Kufə məktəbi arasında dərin bir ideoloji mübarizə də başladı. İmamlar haqqında ifratçı, həddi aşan təsəvvürlər əsasən Kufədə yaranır və orada qərar tapırdı. Qum məktəbinin nümayəndələri isə özlərini bu ifratçılıqdan qorumağa çalışır və Kufəliləri tez-tez quluvda, yəni aşırılıqda ittiham edirdilər. Kufə məktəbi isə öz növbəsində Qum məktəbini təqsirdir, yəni imamların haqqını azaltmaqda onlara layiq olduqları fövq-bəşər statusu verməməkdə günahlandırırdı. Qum məktəbinin ən məşhur təmsilçisi olan Şeyx Əs-Saduq bu mübarizəni açıq şəkildə ifadə edərək yazır. Müfəvvidə və aşırıların ən bariz əlaməti Qumun şeyxlərini və alimlərini təqsirə, yəni qüsurlu olmağa nisbət etməkdir. O, hətta İmam Rızadan belə rəvayət edir ki, güya İmam Kufədə Peyğəmbərlərin səhv etmədiyini iddia edən şiələr haqqında eşitdikdə demişdir: yalan danışırlar, Allah onlara lənət etsin, səhv etməyən yalnız Allahdır. Bu iki məktəb arasında metodoloji fərqlər də var idi. Kufə məktəbi Hişam bin Həkəm kimi nümayəndələri ilə daha çox kəlama, fəlsəfi mübahisələrə meyilli idi. Qum məktəbi isə daha çox hədisə, rəvayətə əsaslanan bir məktəb idi. Lakin onların hamısını birləşdirən əsas xüsusiyyət imamlar haqqında ifratçı təsəvvürlərə qarşı apardıqları amansız mübarizə idi. Onlar imamların gündəlik həyat məsələlərində səhv edə biləcəyinə, onların elminin qeyri-məhdud olmadığına, hətta bəzi fikri məsələlərdə digər alimlər kimi ictihad etdiklərinə inanırdılar. Tarixçi Əl-Müdərrisi yazır ki, 4-cü əsrdə şiələrin ən bilikli mərcələri olan Qum alimləri imamlara bəşəri səviyyədən yuxarı hər hansı bir vəsfin verilməsini qəti şəkildə rədd edirdilər. Onlar, imamların fövqəlbəşəri sifətlərə malik olduğunu iddia edən bütün rəvayətləri uydurma hesab edir və bu cür rəvayətləri nəql etməyi belə icazəli görmürdülər. Hətta şiə alimi Əl-Hairi Əl-Məzəndərani etiraf edir ki, bizim alimlərimizin əksəriyyəti və ən etibarlıları Qum alimlərinin nəzərində aşırı sayılırlar. Hətta əgər onları Qum şəhərində görsəydilər, onları da oradan qovardılar. Bütün bunlar bizə çox aydın bir mənzərəni göstərir. O ilk dövrlərdə vahid, monolit bir imami şiəliyi mövcud deyildi. Əksinə, şiələrin yaşadıkları coğrafi bölgələr fərqləndikcə, onların etiqadları, imamlara baxışları arasında da
dərin fərqlər və ziddiyyətlər olurdu. Bugünkü müasir 12 İmam-ı Şiəliyi isə bu iki məktəbin, Küfənin ifratçılığı ilə Qumun daha mötədil, lakin yenə də sünnətə görə ifratçı olan mövqeyinin uzun və mürəkkəb bir mübarizəsinin, bir-birinə qarışmasının nəticəsidir. Burada o dövrün şiə alimlərinin əsərləri haqqında da bir neçə kəlmə demək lazımdır. Biz artıq qeyd etdik ki, o dövrün şiəliyi əsasən əxbəri, yəni rəvayət yönümlü bir hərəkat idi. Onların alimləri öz fiqhi kitablarında imamlardan rəvayət edilmiş hədislərin mətnlərindən başqa demək olar ki, heç nə yazmırdılar. Onların kitablarına baxan bir insan asanlıqla düşünə bilər ki, bu insanlar ictihad və müstəqil düşüncə əhlindən deyildilər. Çünki onlar bütün cavabları özlərini məsum hesab etdikləri imamlardan gələn rəvayətlərdə axtarırdılar. Bu isə bizi yenidən o ən təməl suala qaytarır. Bəs o rəvayətlərin özləri nə dərəcədə etibarlı idi?